Qusarda gecə evə basqın edərək qadını öpən kişiyə elektron qolbaq taxılıb. Ajansaz xəbər verir ki, rayonun Aşağı Ləgər kənd sakini Oruc Qasımovun işinə Qusar rayon məhkəməsində baxılıb. İttihama görə 35 yaşlı Oruc Qasımov saat 23 radələrində qonşusunun hasarından aşıb və evə qanunsuz daxil olub. Daha sonra o ev sahibəsini yatlı vəziyyətdə görərək ona yaxınlaşıb. Əvvəlcə alnından öpüb, sonra isə çiyinlərindən tutaraq oyatmaq istəyib. Qadın oyanıb və onu süpürgə ilə evdən qovub. Faktla bağlı Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən Oruc Qasımov ifadəsində bildirib ki, hadisə zamanı sərxoş olub. Onun sözlərinə görə gecə saatlarında yük daşımağa kömək etmək üçün həmin evə girib. Daha sonra öz evinə gedərək həyətdə yatıb. Dediyinə görə biraz sonra polis əməkdaşları gələrək onu saxlayıblar. O, əməlindən peşman olduğunu qeyd edib. Zərər çəkən qadın isə Orucu kömək üçün çağırmadığını deyib. Oruc kömək edib getmişdi. Gecə saatlarında qəfil evimə girdi. Sonra bildim ki, darvazadan yox, bağ tərəfdən girib həyətə. Alnımdan öpüb çiynimdən tutdu və qışqırmamağım üçün boğazımı sıxdı. Özümü müdafiə etmək üçün süpürgə ilə Orucu vuranda məni buraxdı. Sonra tavanı sifətinə vurdum. O, Orucla barışmadığını və onu bağışlamadığını bildirib. Şahidin sözlərinə görə isə Oruc özü də ailəlidir və 3 övladı var. Hadisə zamanı qadın çöldə qışqırıb, uşaqları da qorxudan ağlayıblar. Qusar rayon məhkəməsinin hökmü ilə Oruc Qasımova elektron qolbaq taxılıb və barəsində 480 saat ictimai iş cəzası verilib.